Aleyküm. Ha, Aleyküm salam. Aleyküm. Onlar bir dəqiqə susasan, Tarık sərdən Xeyr o, sus sən məndən yaşlı da balacasan. Bir dəqiqə sakit dur da bir söhbəti. Sən bir salam ver, sonra xanıma hörmət gir. eləmirsən sərdən. Sən Bir dəqiqə qoymuşsan diyar, sakitləş. Cemaat Bir elə bir dəqiqə kim diyar, sanarsan cemaatı sakitləş. Sen Bir kimsən dəqiqə ki? ayıbdır. Ayıp sana ayıp, niye ayıbı? Xalq qarşısı. Ayıp bu xalq qarşısı mən 3 gündən qabaq soylu bir yerdə oturmuşam. Oradan gedərəm, belə yıqaram, Sən buradan özünə gəl, toparlaram. Səidə. Bir dəqiqə diyar, sakitləş. Bu sözünü Sen deyim. bu ülkede hiç kime yazık bilmezsen ha. Ben deyirəm ki, sen ağlı ol. Sen bir de. Sənənəm, sakitləş. Ayıbdır səhərdən xanım oturub, ona da imkan vermirsən danışmağa. Sənənəm deyirəm, sakitləş. Söz deyim, sonra bu mövzuya qayıdar. Hatta bir dəqiqə birdən Xandiyanın vaxtakilər. Eşirsiniz? Bir dəqiqə qulaq Vaxtakilər. asın da. Sizin üçün o yazdığımız söz mənim üçün bir sizdən Allah nəzirdən bir dəqiqə dedim necikəliyirlər. sənə sakitləş. Sayı da çox kirazə gitdən mən bir dəqiqə deyirəm. Əslində danışmaq. Kimsən deyirsən? Ay balam, sakitləş. Ay qız balam oldu, bir dəqiqə deyən ha. Sen kimsən az mən balacım? Saklaşırım. Sənənəm, sakitləş. Sakitləş. Namusdan niyyətdən bu ölkədən axırıncı ben Sənənəm, Yadından sakitləş. çıxıb, mən özüm üzünə tüpürən adamsan da az qalın. Özüm üzünə tüpürən adam sənsən. Sənənəm, adı Az, seyirli mən mi özüm üzünə gəlsən tüpürən sənsən də mənəm. Sənənəm, Deyirəm də, sakitləş. sana türmələrə ərə gedən mənə... Sən başın kimsən, səni kim gətirib bura Azərbaycana? Adam eləyir. Sən kimsən, sənin dalında kim durur? Mənim dalımda mən. Sənin dalında türün çıxardığını. Türün çıxardığını dalında hansı oğlan sənə görə gəlməsi? Sakitləş özün götürün sakla. Ona mənə qorxu gəlmə. Səndən qorxan yoxdur. Üzdən İraq, sakitləş. Özüvə gəl üzdən İraq sənin qardaşın. Üzdən İraq. Şamınız xeyir olsun. Akşam. Sizi narahat edən Əliyev Tarix Tahiroğludur. Mən Nərimanov rayonu Gülarə Qədirbəyov küçəsində yaşayıram. Mənim şikayətim müğənni Səidə Sultan ləqəbli müğənnidəndir. Deməli, mən sosial şəbəkələrdə 2 gündür bu qadının bilmirəm hansı vəziyyətdə olduğu, hansı vəziyyətdə olmadığı bəllidir. Etik olmayan sözlərdən istifadə edir. Azərbaycan televiziyalarını təhqir edir. Aparıcıları təhqir edir. Onlara türmədə yatan insanların sözləri ilə, çox pis tərbiyəsiz sözlərlə təhqir edir və hətta məndə səs yazıları var ki, ən ali qurumlar haqqında fikir bildirir. Ona görə mən istəyirəm mənim şikayət ərzəmi qeydə alasınız. Bəli, bütün sosial şəbəkələrdə var, bütün televiziya aparıcılarını adlandırır. Onlara türmədə yatan insanlar haqqında sözlər var. Deyir ki, misal üçün də siz nə bilim nələr söz. Bu türmədə yatanlar bilirdi, onu mən türmədə yatmamışam. Və mən bu xanım haqqında şikayətdəyəm. Çünki bu xanım bütün televiziya işçilərini təhqir edir. Ümumilikdə cəmiyyəti çuşqa adlandırır, səviyyəsiz adlandırır. Çağırışa çağırır cəmaatı ki, gəlin belə eləyək, belə eləyək. Bunun bir-iki dənə, bilmirəm, türmədə yatıb çıxan dostları var, nələri var, bunlara güvənir. Ona görə mən istəyirəm ərzəm daxil olsun ki, mən də sabah gedim Daxili İşlər Nazirliyinə şikayətimi verim. Çok sağ olun, minnətdaram sizə, var olun, Allah can sağlığı versin, var olun, var olun, var olun, var olun, var olun. Görürsünüz, bax bunu deyirdim, bax bunu əsəb oynayırdı. Bax biz bütün Azərbaycan belə kimi üzdən İraqların əlində qalıb. Belə kimi iş verən üzdən İraqların əlində qalıb. Narkoman sənin nəslündür, eşitdin əməri, üzdən İraq. Əgər bunları deyirsənsə, bax, mən bir 5 gün bundan qabaq, ala bax, burada da bax. Görürsünüzsə, bax, 5 gün bundan qabaq, 2 sabunçu dövlət xəstəxanasından çıxmışam. Əgər bunları deyirsənsə, sən mənə narkoman deyirsən, nəsin sənin narkoman? Sən kimi gedib dalını cabata uğraşlıq eləyən sən kimi uğraşlar var burada. Sənin gör başımı oynasmasan, mənə də Səidə deməsinlər. Sən onun axırına qədər getməyənində, bax sənə söz deyirəm, get onun axırına qədər, ya sənə verən Allah, ya mənə verən Allah. Azərbaycanı bax belə bədbaxt eləyib, bax bunun kimi üzdən İraq uğraşlar, sənin kimilərinə görə bax, insanlar bugünə düşüb. Bax bunun kimi erməni siyasətdir. Mən sənin dalında duranığın da kim durubsa ya, bax bunun kimi erməni siyasətli adamları.
Bu show biznesdən uzaq eləmək lazımdır. Sən bax bu show biznesə qanqaraçılıq salan, söz söhbət salan, uğraşlıq eləyən, mənim üstümə şər atırsan sən, ay iş verən, hə? Mənə şər atırsan, hə? Ged axırına qədər, getməyənində. Bildin nə var? Üzdən İraq. Üzdən İraq.